Deməli bugün gördüyünüz bu ətdən ət steak hazırlayacağam. Burada 500 qram dana əti var və burada məqsəd təkcə yemək bişirmək deyil mənim üçün. Həm yemək bişirəcəm, həm də söhbət edəcəm. Deməli bu 500 qramlıq əti mən bu suvenir breloku sataraq ala bilirəmsə, biraz bəzi şeylərə özümüz səy göstərməliyik, özümüz cəhd eləməliyik, istəməliyik, çalışmalıyıq, əziyyət çəkməliyik. Öyrənməliyik nələrsə. Bu mənim üçün suvenir ola bilər, başqası üçün başqa bir bacarıq, başqa bir istedad. Bununla da pul qazana bilər. Demək ki, hər şey bizim özümüzdən asılıdır. Düzdür, kənar faktorlar da var, amma ilk öncə biz özümüz çalışmalıyıq, səy göstərməliyik. Səy göstərib, çalışıb nəsə əldə eləyə bilməsək, o zaman bunu deyə bilərik ki, çalışdım, əziyyət çəkdim, cəhd elədim, amma heç bir şey əldə eləyə bilmədim. Burada yenə təəssüflənmirsən, çünki yoxlamış olursan və yoxladığın zaman yeni bir şeylər öyrənirsən. Bu dəfə olmadı, növbəti dəfə olur və belə-belə sən nələrsə cəhd eləyərək uğursuz olmursan. Sadəcə cəhd eləyirsən. Danışdığım bütün bunlar heç bir motivasiya deyil. Sadəcə olaraq praktik olaraq öz həyatımdan nümunə gətirirəm və göstərirəm ki, mən belə eləyirəm, sən də başqa formada eləyə bilərsən. Nəysə, fəlsəfəni yekunlaşdırıram və başlayıram yemək bişirməyə. Deməli mən bu əti dünən axşamdan marinə eləmişəm. Kəsmişəm aralarına balaca sarımsaqlar yerləşdirmişəm. Düşünürəm ki, o ədviyyatlar yetər qədər ətə hopub və ilk dəfə olaraq steak bişirirəm. Görək necə alınacaq. Və əti atdım tavaya, qızarmaya başlayır yavaş-yavaş. Alt tərəfini biraz pişirmişəm, indi yan tərəfini pişirirəm. Görünüşü belədir, bu formada qızarıb, alt üstü, yan tərəflərini qızartmışam. Haydi bakalım. Ətin içinin rəngi bu formada düşünürəm ki, bişib. İndi isə dadına baxaq. Səbirsizlənirəm. Sarımsağın aroması hamısı yerindədir. Çox süperdir. İnsan bir şeyləri bacaranda o qədər ləzzət alır ki, ondan. Təkcə yeməkdən yox ha. Gördüyü işin yaxşı çıxmasından çox ləzzət alır. Əsas olan insanın elədiyi işin ürəyində olmasıdır. Heç nə. Ləzzətini çıxardı bunu.